Sinifin düzgün idarə olunması üçün bəzi mexanizmlər var. Əsas mexanizmlər hansılardır? Baxın, əsas mexanizm bunlardır. Gözləntilərdir, bir də qayda və prosedurlardır. Əlavə olaraq da bir də burada nə var? Sinifdə baş verən konfliktlərin idarə olunması. Konfliktlər. Bunlar əsas faktorlardır sinifin idarə olunmasında. Gözlənti, qayda, prosedur və sinif daxili konfliktlərin həll olunması. İlk növbədə gəlin gözləntilərdən danışaq. Baxın, ümumiyyətlə sinifi düzgün idarə etmək üçün istənilən bir mühitdə idarə olunmanın düzgün olması üçün ilk növbədə nə lazımdır? İlk növbədə qaydaların olması mütləqdir. Yəni qaydalar, prosedurlar olmalıdır ki, şagirdlər də nəyə əməl edəcəklərini, niyə əməl edəcəklərini bilsinlər. Əgər bu gün biz sinifi qaydasız, prosedursuz idarə etsək, bu zaman nə olacaq? Təbii ki, idarə etmə düzgün olmayacaq. Şagird bilmir nəyə əməl etsin, niyə əməl etsin və s. və l-axır. Bu zamanda müəllimin iki cür yanaşması olacaq. Ya reaktiv, ya da proaktiv. Onlar haqqında birazdan danışacağım. Gözlənti nədir? Gözlənti bayaq əslində dedik. Dedik ki, gözlənti, yəni digər dərsimizdə də bu haqda danışmışdıq. Gözlənti müəllimin şagirdə onun davranışı və fəaliyyətinin necə olması haqqında ötürdüyü bir mesajdır. Yəni, mən səndən nə gözləyirəm? Təbii ki, gözlənti burada iki cür ola bilər. Müsbət və ya mənfi gözlənti. Biz çalışmalıyıq ki, gözləntiləri neyniyək? Müsbət müəyyənləşdirək. Gözləntilər müsbət olsun. Çünki mənfi gözlənti şagirdə şuuraltı müəllimin ondan heç nə gözləmədiyini ötürür və nəticədə o məsuliyyət hissi daşımır orada. Onda məsuliyyət yaranmır. Müsbət gözlənti amma şagirdə müəllimin ondan nəsə gözlədiyini göstərən bir gözləntidir. Məsələn, müəllim əgər desə ki, bugünkü uşaqların heç oxumaq həvəsi yoxdur. Yəni, onlar heç öyrənmək istəmirlər. Bu cür mənfi bir gözlənti versə şagirdlərə, nə olacaq? Təbii ki, şagirdlər də oxumayacaqlar. Onların getdikcə nailiyyəti aşağı düşəcək. Yox, amma müəllim desə ki, hər bir şagirdin öyrənmə bacarığı, istedadı, qabiliyyəti var. Siz də öyrənə bilərsiniz, siz də bacararsınız. Bu tip, yəni müsbət gözləntilər ötürsə, şagirdlərdə də həvəs, inam hissi yaranar. Ən azından özünə inanar. Və gözləntilərlə bağlı burada müəyyən nümunələr var. Misal üçün, hamıya hörmətlə yanaşın, məsuliyyətli olun və təhlükəsizliyə riayət edin gözləntiləri var. Cədvəldə bunlar haqqında məlumatlar verilib. Gəlin baxaq. Hamıya hörmətlə yanaşın gözləntisi. Misal üçün, bir sakit işləyin və başqalarının rahat işləməsi üçün şərait yaradın. Başqaları danışanda diqqətlə dinləyin və sözünüz olanda əlinizi qaldırın, növbənizi gözləyin, nəzakətli sözlərdən istifadə edin. Baxın, yadda saxlayın, gözlənti qaydaların daha sadə bir formasıdır. Yəni, əgər mən bu gözləntiləri müəyyənləşdirmişəm və bu gözləntiləri şagirdlər əməl eləmirlərsə, bu zaman bu gözləntilər çevrəcək olacaq nə? Qayda. Gözləntilər özünü doğrultmayanda artıq gözlənti qaydaya çevrilməlidir. Yəni, misal üçün, mən belə bir gözlənti qoymuşam ki, sakit işləyin və başqalarının rahat işləmək üçün şərait yaradın. Bunu belə deyək, insan kimi demişəm. Normal şəkildə ki, başa düşərlər, yəni, insandırlar. Zamanla görürəm ki, yox, başa düşmürlər, yəni. Başa düşmürlər və qaydalar, daha doğrusu gözləntilərim özünü doğrultmur. Mən bu sinifdən gözləyirdim ki, bunlar bu şəkildə davranacaq, amma bir-birinin sözünü kəsirlər, bir-birini dinləmirlər. Nəticədə müəllim nə edir? Bunları çevirir qaydaya. Artıq bu gözlənti deyil, bu qaydadır. Sakit işləyin və başqalarının rahat işləməsi üçün şərait yaradın. Qaydanın da sonunda, nə var qaydanın sonunda? İki cür hal ola bilər qaydanın sonunda. Müsbət nəticə və mənfi nəticə. Yəni, qaydalara əməl etsə şagirdlər nə olacaq? Müsbət nəticə, mükafatlana bilər, müəllim onu mükafatlandıra bilər, məsələn, tərifləyə bilər, ona təltifnamə verə bilər, nə bilim, yaxşı işlərə cəlb eləyə bilər, valideyninə deyə bilər. Qaydaları pozsa nə olacaq? Mənfi nəticə və qayda pozuntusu cəzalarla artıq öz əksini tapacaq. Yəni, qayda pozuntusu varsa, burada biz cəzadan istifadə edəcəyik. Amma diqqətli olmaq lazımdır ki, şagirdə sən qaydanı pozacaqsan, pozsan səni cəzalandıracam yönümündə yox təbii ki.
Çünki bu onu qıcıqlandıracaq, daha çox qaydaları pozmağa can atacaq o zaman. Yəni qayda səni cəzalandırmaq üçün var yanaşmasını ötürməyək şagirdlərə. Bu halda onlar qaydaları pozacaqlar, daha çox pozuntu göstərəcəklər. Əksinə, uşağı başa salmaq lazımdır ki, yəni qayda səni cəzalandırmaq üçün deyil. Uşaq qayda sözünü eşidəndə cəza sözü ilə artıq başa düşür onu. Sırf cəzalandıracaq deyə müəllim başa düşür. Amma əslində qayda səni cəzalandırmaq üçün deyil, sinif idarə etmək üçündür. Yəni buna hər birimiz əməl etməliyik. Birazdan qaydalar haqqında geniş danışacağıq. Deməli, gözləntilərə əməl olunmadıqda onları biz çeviririk qaydalara. Məsuliyyətli olun gözləntiləri. Məsələn, dərsə vaxtında gəlin. Sinifə girərkən bütün materialların yerində olmasından əmin olun. Verilən bütün tapşırıqları vaxtında yerinə yetirin. Eyni ilə də bu gözləntilərə də əməl olunmadıqda bunlar da qaydalara çevrilə bilər. Bir də burada səhv yazılıb. Məsuliyyətli olun yox. Təhlükəsizliyə riayət edin gözləntisidir bu. Təhlükəsizliyə riayət edin. Təhlükəsizliyə riayət edin gözləntisidir. Burada isə deyir, sinifdə və dəhlizlərdə yeriyin. Əl və ayaq hərəkətlərinizə nəzarət edin. Hər hansı hadisə baş verdikdə dərhal müəllimlərinizə və ya yaxınlıqdakı böyüklərə məlumat verin. Yəni, sinifdə və dəhlizdə yeriyin o deməkdir ki, avala, sinifdə, dəhlizdə qaçmayın. Yəni, bura yerimək üçündür. Bura meydança deyil. Sadəcə biz onu müsbət bir dillə çatdırırıq da, yəni. Və yaxud da əl və ayaq hərəkətlərinizə nəzarət edin. Əlinizə hara gəldi, vurmayın. Misal üçün, vuracaqsan əlvi ora, tok olacaq. Tok vuracaq səni, bir təhər olacaqsan. Ona görə də əl və ayaq hərəkətlərinə nəzarət et. Və hər hansı hadisə baş verəndə sən Spiderman deyilsən və yaxud da o insanların həyatını xilas edən çizgi filmlərinə çox baxaraq uşaqlar. Orada onlardan davranışlar götürürlər. Bir də göz yanğın baş verdi, qaçdı onu söndürməyə. Nəticədə özü də orada yandı, külə döndü. Ona görə də nə etmək lazımdır? Böyüklərə müraciət etmək lazımdır. Müəllimlərə, yaxınlıqdakı böyüklərə məlumat vermək lazımdır ki, gəlib onlar bunu bir söndürsünlər. Belə. İstər gözlənti olsun, istər qayda, istər prosedur, nə etmək lazımdır? Aydın şəkildə izahı uşaqlara verilməlidir. Yəni, bu nə üçün var, niyə var, nəyə görə biz bunları müəyyənləşdirmişik. Qayda və prosedurlar, bayaq dediyimiz kimi, qaydalar gözləntilərin daha sərt formasıdır. Ümumən, qaydalardan müəllim ən son halda istifadə etməlidir. Sinifdə şagirdlərin davranış pozuntusu varsa, müəllim bu gözləntiləri qaydaya çevirə bilər. Əgər davranış pozuntusu yaşanarsa, müəllim şagirdin özü ilə bu haqda danışır. Bir nəticə olmazsa, nə edir? Bir nəticə olmazsa, əgər şagirdin valideyni ilə müzakirə edir, yenə də bir nəticə əldə edilməzsə, nəhayətində qaydalar tətbiq edilir. Qaydalar tərtib etmək üçün aşağıya diqqət yetirmək lazımdır. Bayaq dediyim kimi, qaydaların müsbət və mənfi nəticələri olmalıdır. Yəni, şagird nəyə əməl etməli olduğu ondan gözlənilir. Əməl edəcəksə nə olacaq, əməl etməyəcəksə nə olacaq? Yəni, səni nə gözləyəcək? Əməl etsən, əməl etməsən, bayaq dediyim kimi. Deməli, biz uşağı ilk səhvində cəzalandırmırıq. Yəni, davranış pozuntusu göstəribsə, insan da ola bilər ki, bilmədən edə bilər və ya özündən asılı olmadan hər hansı bir addım ata bilər və ya bəlkə başqasının təsirinə məruz qalıb qaydanı poza bilər yoldaşlarına görə. Bu halda biz o saat həmin şagirdi cəzalandırmalıyıqmı? Yox, təbii ki. Biz birinci, bəzən göz ardı belə edə bilərik bəzi davranış pozuntusunu. Göz ardı edirik. Düzələ bilər çünki. Uşaq var ki, səhvən edib və düzələ bilər bu. Yox, əgər düzəlmirsə, biz ilk növbədə qeyri-verbal şəkildə şagirdə reaksiya verməliyik. Yəni, bugün dərsdə pozuntu varsa, mən onu verbal şəkildə, yəni qışqıraraq, danlayaraq yox, qeyri-verbal dərsi pozmadan, onu da biz qeyri-verbal necə olmalıdır? Baxın, misal üçün, qeyri-verbal odur ki, jest və mimikalarla müəyyən davranış göstərə bilərik şagirdə. Misal üçün, deyək ona biraz müəyyən formada əsəbi baxmaq şəklində və ya biz onlara kartlar verə bilərik. Baxın, hal-hazırda kartlardan istifadə olunur. Yaşıl kart var orada, qırmızı kart var və s. Bu kartı niyə veririk şagirdə? Şagird bir dəfə səhv eləyəndə, məsələn, ona müəyyən bir rəngdə kart veririk. Çox böyük səhv eləyibsə, qırmızı kart veririk. Yəni, bu şəkildə kartlardan istifadə oluna bilər ki, şagirdin yanına o kartı qoyanda artıq bilir ki, mən davranış pozuntusu göstərmişəm. Müəllim deyir ki, yəni sakit ol da, özünü aparmağı bacar. Və yaxud da ki, müəllim şagirdə sakitcə yaxınlaşıb,
onun hansı probleminin olduğunu soruşa bilər. Deyək, şagird dərs gedir, hamı tapşırıq işləyir. Bu zaman görürəm ki, nəsə deyilir, donquldanır yerində. Digərlərinə mane olur yəni. Və digərlərinə mane olmasının təbii ki, bir səbəbi var. Çox güman ki, ya şagird tapşırıq işləyə bilmir, yəni onun potensialına uyğun deyil, işləyə bilmir. Ya nəyisə başa düşmür, çətinliyi var və nəticədə mən yaxınlaşıram şagirdə, onun nə problemin olduğunu soruşuram. O da problemini deyir mənə. Bu şəkildə yəni reaksiyalar göstərir şagirdlərə. Yox, əgər bunlar heç biri yəni bir səmərə vermirsə, ən son addım olaraq biz qaydaları müəyyənləşdirib artıq onun da sonunda cəzaların olacağını bildiririk və qayda pozuntusunda artıq şagird yenə də qaydaları pozursa, mütləq cəzalandırılması lazımdır. Və bu davamlı şəkildə qaydalar müəyyənləşdirilməlidir. Bir dərsdə neçə dənə, bir sinifdə neçə dənə qayda qoya bilərik sizcə bir dərs prosesində? Say olaraq. Olmamalıdır, yoxsa olmalıdır? Olmalıdır. Neçə dənə? 4-5 1-2 3-5 arası. 3-5 arası qayda qoya bilərik. Niyə? Çünki dərs prosesini qaydalarla çərçivəyə salmaq olmaz təbii ki. Bu zaman effektiv öyrənmə əldə edə bilmərik. Qaydanın sayı 10 dənə, 8 dənə olmamalıdır. 3 dənə, maksimum 5 dənə qayda qoya bilərik. 3-5 arası olmalıdır. Çünki dediyim kimi, sinif qaydalarla çərçivələnməməlidir. Bu zaman şagirdin düşünməsini çərçivəyə salmış olarıq. Bir dərsdə nə olacaq ki, maksimum bir-birinə kömək eləmək ola bilər, ya nə bilim, nəsə sakit olmaq ola bilər. Belə qaydalar qoyuruq. Bu halda dediyim kimi 3-5 dənə qayda və qayda müəyyənləşdirərkən sizcə qaydaları şagirdlərlə birgə hazırlamalıyıq və hansı şəxsin təkində və ya cəmində olmalıdır qaydalar? Şagirdlərlə birgə hazırlanmalıdır ki, onlar da onu əməllərdə daha məsuliyyətli olsunlar. Bəli, doğrudur. Bəs hansı şəxsdə olmalıdır sizcə qaydalar? Üçüncü, birinci, ikinci. Üçüncü şəxsin cəmi? Birinci şəxsin cəmi? Birinci cəmi sizdir. İkinin cəmi siz. Məsələn, deyirəm ki, siz sakit durmalısınız. Siz. Biz, bəli, biz yönümlü olmalıdır. Baxın, biz. Birinci şəxsin cəmində olmalıdır. Yəni, qaydalar hər kəs üçün var. Hər kəs bunu əməl etməlidir. Müəllim özünü də ora əlavə etməlidir. Yəni, biz deməlidir ki, yəni mən də bu qaydalara əməl etməliyəm. Uşaqlar, təkcə elə, siz deyəndə artıq bu qarşı tərəfi yenə də qızıqlandıra bilər. Niyə ancaq biz? Sən də insansan da, sən də əməl elə. Biz deyəndə artıq, biz dəhlizdə yeriyirik. Və müəllim özü də buna əməl eləməlidir. Düşünün ki, müəllim deyir ki, biz dəhlizdə yeriməliyik. Sabah nə edir? Qasa-qasa gedir jurnal götürməyə məsələn. Məsələn, bir problem olanda gedir. Uşaq onu görüb nə edəcək? Deyəcək, sən qaçırsansa mən də qaça bilərəm də, deməli dəhlizdə. Və yaxud da ki, müəllim qayda qoyur ki, sinifdə yoldaşlarımızla söhbət eləmirik. Sonra bir iş yoldaşı gəlir, açır qapını, başlayırlar onunla bir yarım saat söhbətləşməyə. Nəticədə onu görən şagirdlər də təbii ki, onlar üçün də boş olacaq artıq. Qoyulan qaydaları çünki hamı əməl etməlidir. Bəli, şagirdlər üçün bir nümunə olsun. Qaydalar biz yönümlü olmalıdır. Baxın, biz. Və qayda qoyarkən diqqətli olmalıyıq ki, əmr cümlələrindən istifadə etməyək, bir də olmaz sözündən istifadə etməyək. Yəni, bunu etmək olmaz. Uşaq deyəcək, niyə olmur ki, mən edəcəm. Nə edəcəm? Sənə nə? Mən öz həyatımda özüm bilərəm. Və ona görə də olmaz sözündən istifadə və əmr cümlələrində olmamalıdır. Nəqli cümlədə olmalıdır. Yəni, adi şəkildə, normal şəkildə, insan kimi. Əmr cümləsi çünki onları yenə də qızıqlandıracaq, əməl etməməyə daha çox can atacaqlar ki, nəinki əməl etməyin, əməl etməyəcəklər, daha çox pozacaqlar qaydaları. Belə, sonra gəlirik nəyə? Prosedurlara. Bir də prosedurlar var. Prosedur isə, baxın, sözün kökündən məlumdur. Prosesdir, bir ardıcıllıqdır, yəni prosedur. Bir işin prosesi ardıcıllığından gedir söhbət. Prosedurlar, yəni, proses deyilən bir kök olmur əslində. Prosedur, baxın,
Prosedurlar. İnsanların davranış və fəaliyyətlərini hansı qayda və ardıcıllıqla həyata keçirəcəyini göstərir. Yəni bir növ qaydaların ardıcıllığıdır ki, biz hansı ardıcıllıqla, misal üçün iri marketlərdə hansı istiqamətdən marketə daxil olmaq, hansı tərəfdən çıxmaq lazımdır. Bir də görürsən ki, cəmaət çıxır, girmək istəyir. Sonra alış-veriş zamanı kassaya necə yaxınlaşmaq proseduru. Əgər alış-veriş zamanı hamı istədiyi şeyləri alıb kassaya yaxınlaşsa nə olacaq? Heç kim heç nə alıb gedə bilməyəcək oradan. Dava qırğın düşəcək. Bu səbəbdən nə etmək lazımdır? Bu prosedurlara əməl etmək lazımdır. Və yaxud da ki, baxın burada şəkillər var. Baxın, burada insanlar nə edirlər? Hava limanında prosedurdur ki, bunlar hamısı gözləyirlər ki, bir ardıcıllıqla keçsinlər. Bu prosedura əməl etməsələr keçə bilməyəcəklər. Burada sonra marketdə insanlar yenə də ardıcıllığa riayət edirlər. Onlar olmasa nə olacaq? Olmasa təbii ki, hər şey bir-birinə dəyər. Deməli, baxın, prosedur budur yəni. Baxın, bu cür prosedurlar müəyyənləşdirilə bilər dərs prosesində. Necə? O mümkünsüzdür. Dərsə gecikən zaman sinifə daxil olanda proseduru məsələn. Bəli. Dərsə gecikən zaman sinifə daxil olanda, yəni nə etməlisən dərsə gecikəndə və ya diqqətini müəllimə yönəldilməsi lazım olanda, iş vərəqlərini ötürəndə, dəhlizdə hərəkət edəndə, tapşırığı tez bitirəndə və s. Yəni görürsünüz, bunların hamısının sonu nə ilə bitir? Anda əndə şəkildə bitir. Düzdür, görürsünüz, 90% anda əndə. Bunu edəndə, onu edəndə. Yəni bir proses var. Bunun içərisində bir ardıcıllıq var. Düzdür, bir proses var. Məsələn, dərsə gecikən zaman sinifə daxil olanda proseduru. Nə etməlidir şagird? Necə? Yox, dərsə gecikən zaman sinifə daxil olur, gecikibdir. Sakitcə qapını açır, döyməsə də olar. Sakitcə qapını açır, keçir əyləşir yerində, kitab dəftərini açır. Kitab dəftərini açır və dərsinə qoşulur. Yəni belə olmalıdır əslində. İcazə ala bilərsən, almaya da bilərsən, ala da bilərsən. Bu müəllimdən asılı. Yəni müəllim əgər desə ki, qapını döyün, gəlin içəri. Heç icazə almağa əslində ehtiyac yoxdur. Qapını döyün, girin içəri. Bu artıq şahid qapını döyəcək. Desə ki, yox, heç uşaqlara ehtiyac yoxdur. Gecikmirsən, gəl əyləş yerində. Bu artıq eləməyə də bilər, yəni şagird onu. Əgər müəllim icazə verirsə təbii ki. Əgər şagird dərsə gecikibsə, gəlib qapıda gözləyirsə, deməli bu sinifin proseduru yoxdur. O şagird də dərsdən kənarda qalır, dərs prosesi də pozulur. Və ya əgər şagird gəlib qapını döyür, müəllimdən icazə istəyir, müəllim də ona bir gəl, gəlmə deyirsə, yenə də bu da bir vaxtdır. İkisindən də dərs pozuntusu, şagirdlərin də fikri yayınır. Və ya şagird gəlir, müəllim onunla bir 10 dəqiqə, 15 dəqiqə, sən hardaydın, niyə gecikdin, nə səbəbə yatıb qalmısan, nə etməmisən və s. və ilaxır söhbət eləsə, nə olacaq? Yenə də dərsin o 15-20 dəqiqəsi gedəcək və artıq yerə bir 15-20 dəqiqə qalacaq ki, onda da heç nə, gələk ancaq söhbət eləsinlər. Ona görə də nə etmək lazımdır? Prosedurlardan istifadə etmək lazımdır ki, gəlmisən, gecikmisən, keç əyləş yerində. Yəni gecikmisən də onsuz da gecikib bu şagird. Nə edəcəm? Gedib onu təzədən keçmişi qaytaracağım geri. Və ya uşaq misal üçün nəsə bir davranış pozuntusu göstəribdi və ya elə dərsə gecikibdi. Onu küncdə saxlamaq misal üçün. Yenə dərsin pozulmasına gətirib çıxarır. Qalmısınız küncdə? Olub? Hə. Baxın, düşünün ki, bir nəfər şagird gəlib dayanıb orada. Küncdə. Fikriniz qalmayacaq onda. Bir ayağında qaldırıb misal üçün. Və yaxud da ki, o da biraz belə cüvallağı uşaq olsa, orada mən akrobatik hərəkətlər eləsə, onda nə olacaq? Onda o dərsdə yəni dərslik qalmayacaq artıq. Dərs pozulacaq təbii ki, hamının fikri qalacaq onda. Buna görə də bu tip hallara yol vermək, dərsin vaxtını aparmaq və şagirdlərin fikrini yayındırmaq deməkdir.
Bu belə cəza metodu deyil. O cəza deyil. O uşaq üçün tayda fürsətdir. Getdi ora, başını qatır, deyir, gülür. Nə cəza? Onun cəza olur elə. Hə. Ona görə də bu tip cəzalar effektiv hesab olunmur təbii ki. Sinifin diqqətini yayındırır. Sonra diqqəti müəllimə yönəldilməsi lazım olanda proseduru. Məsələn, müəllim istəyir ki, uşaqlar onu dinləsin, ona baxsın. Burada da müəyyən ardıcıllıqla, baxın burada veribdir, deyir, müəllim əlini qaldıranda, uşaqlar o qədər müəllimi diqqətlə izləməlidir ki, müəllim əlini qaldıranda neynəsin onlar? Qələmləri yerə qoysunlar, müəllimə baxsınlar, sakitcə müəllimi dinləsinlər. Və yaxud da ki, sual verəndə proseduru. Şagird müəllimə sual vermək istəyir. Burada nə etməlidir şagird? Barmağını qaldırmalıdır. Baş barmağını qaldıracaq. Hansısa barmağını qaldıracaq orada. Yazılıbdır orada. Bu barmağı nə deyirlər? Şahadət barmağı. Şahadət barmağını qaldırmalıdır. Və müəllimin onu görməsini sakitcə gözləməlidir. Daha ay müəllim, ay müəllim, ay müəllim deyib qışqırmamalıdır orada. Müəllimi çağırmamalıdır. Nəticədə nə olacaq? Dərs pozulacaq. Ay müəllim, ay müəllim. Müəllim də deyəcək ki, Azar müəllim sonra. Nə istəyirsən məndən? Sakitcə müəllimin ona yaxınlaşmasını gözləməlidir. Sonra tapşırığı tez bitirəndə proseduru. Bir çox hallarda tapşırığı tez bitirən şagirdlər nə edirlər? Aralarında söhbət eləyirlər, səs-küy salırlar, sual da müzakirə eləyə bilərlər, amma olmamalı təbii ki. Summativdə ən çox bu baş verir. Summativ qiymətləndirmə zamanı şagird tapşırığı tez bitiribsə, bu halda bilməlidir ki, misal üçün müəllim əvvəlcədən deməlidir ki, tapşırığı tez bitirdinsə, tapşırıq vərəqini müəllimə təhvil verirsən, qələmini, dəftərini sumkana qoyursan və sakitcə dərsin bitməsini gözləyirsən. Bu prosedurada şagird əməl edir. Prosedurlar təbii ki, elə mən dedim şagirdə, hə, bunu eləyirsən, uşaq da eləyəcək ona əməl, yox təbii ki, eləməyəcək. Ona görə də prosedurun öyrədilmə yolları var. 3 addımı var prosedurun. Öyrət, məşq et və möhkəmləndir. Baxın, 3 addımdan ibarətdir. Öyrət, məşq et, möhkəmləndir. Birinci biz şagirdlərə prosedurun nə olduğunu izah etməliyik. Başa salmalıyıq ki, nədir prosedur, nə üçün lazımdır. Şagirdlərə bunu izah etdikdən sonra, öyrətdikdən sonra təbii ki, müəyyən vaxt ərzində məşq etdirmək lazımdır. Sinifi tərk edəndə proseduru, məsələn, məşq etdirə bilərik. Dərsə gecikəndə proseduru məşq etdirə bilərik. Sual verəndə proseduru məşq etdirə bilərik. Bunlar əslində məktəbdən də öncə bağçada uşaqlara öyrədilməlidir. Məktəbə qədər təhsil müəssisələrində, bağçalarda uşaqlara bu qaydalar, prosedurlar öyrədilməlidir. Uşaq bunları bilməlidir artıq. Ki, məktəbə gələndə o elmlə, təhsillə məşğul olsun. Daha müəllim ona durub bu qaydaları öyrətməsin. Bilsin, müəllim də biraz möhkəmləndirsin onu. Ona görə təməl qoyulmalıdır bağçadan. Uşaq bunu bilməlidir. İbtidai sinifdən qoyulmalıdır təməl. Bunlar önəmlidir yəni. Baxın, görürsünüz, elə sinif var ki, diqqət yetirsək gələcəkdə, məktəbdə görəcəksiniz. Elə sinif var ki, onlar 5-ci sinifə keçəndə, yəni ibtidai sinif müəllimi ayrılanda, digər müəllimlər onları çox yaxşı idarə etməyi bacarır. Amma elə sinif var ki, onları idarə etmək mümkün olmur. Yəni səs-küyləri, qışqırıqları, davaları daha çox olur. Təbii ki, ibtidai sinif müəllimindən asılıdır. İbtidai sinif müəllimi onlarla necə işləyibsə, onlara necə qaydalar, prosedurlar müəyyənləşdirib və idarə edibsə onları, nəticədə o azadlıq qazanan kimi də digər müəllimlərlə o davranışları başlayır sərgiləməyə. Ona görə də bağça mühitidir, ibtidai sinif mühitidir. Bunlar çox önəmlidir ki, burada şagirdlərə düzgün davranış qaydaları, prosedurlar və s. öyrədilməlidir. Bunlar öyrədildiyi halda şagird də yəni zaman-zaman özünü idarə etməyi bacaracaq. Öyrət, məşq et və möhkəmləndir. Baxın, əgər şagird prosedura əməl etmirsə, burada müəllimin başdan sovdu yanaşması doğru deyil. Yəni, əməl etmirsə, hə, əməl etmir də onsuz da, neyim, edəcəyim bir şey yox demək olmaz. İsrarlı olmalıdır. Müəllim israrlı olmalıdır prosedurların əməl olunmasında. Şagird də burada görməlidir ki, müəllim bunu mənə etdirdi. Yəni, etdirdi və müəllimin ən azından arasında bir məsuliyyət hissi yaranır. Müəllimdən ən azından biraz da olsa, heç olmasa müəyyən məqamlarda çəkincəlik hissi yaranır. Bu olmalıdır. Bu olmasa, müəllim o sinifi idarə edə bilməz. Ümumiyyətlə, müəllim qoyduğu qaydaları da, prosedurları da tələb eləməlidir.
tələb eləməlidir. Əməl olunmadıqda da cəzasını verməlidir zamanla, bir neçə müddətdən sonra təbii ki, bayaq dediyim kimi ilk addımda yox. O müəyyən müddət sonra valideynlə də məsləhətləşib, əgər davranış pozuntuları varsa, bu halda cəza tədbirlərinə baş vurmaq lazımdır. Çünki şagird bir işin mahiyyətini bilməlidir. Başa düşməlidir ki, mən bunu əməl etməliyəm, anlamalıdır artıq, bunu dərk eləməlidir. Öyrət, məşq et və möhkəmləndir. Əgər şagirdlər prosedurlara əməl etmirsə, kimdir sizcə günahkar? Müəllim təbii ki. Burada bir günahkar var, o da müəllimdir. Ya müəllim prosedurların nədən ibarət olduğunu onlara öyrətməyib, yəni prosedur nədir uşaq bilmir, elə adım bilir ki, prosedurdur, bu. Şagirdlərə prosedurlara necə riayət etmək lazım olduğunu öyrətməyib və müəllim sinifi prosedurlarla idarə etməyə vaxt sərf etməyib. Bunlar elə bir şeydir ki, bunlar bir günə, 5 günə olan bir şey deyil. Zaman lazımdır bunu formalaşdırmaq üçün. Və əgər bunu formalaşdıra bilsək, bizim sinifi idarə etməmiz il boyu rahat olacaq. Yox, formalaşdıra bilməsək, həmişə problemlərlə qarşılaşacağıq hər zaman. Təbii ki, bunları da düzgün formalaşdırmaq üçün bizə nə lazımdır? Valideyn dəstəyi lazımdır. Daha uşaq qaydanı pozanda, davranış pozuntusu göstərəndə, valideyn deyəndə ki, mənim uşağım belədir, elədir, işin yoxdur, yaxşı uşaqdır, sən yalan deyirsən. Nəticədə o qayda heç vaxt əməl olunmayacaq, o sinifdə heç vaxt nizam-intizam olmayacaq. Bu səbəbdən də müəllim, şagird və valideyn üçbucağının qurulması və əlaqəsi vacibdir burada. Valideyn müəllimi dəstəkləməlidir. Yeri gələndə ehtiyac varsa, davranış pozuntusuna görə müəyyən tədbirlər görülməlidir. Bəli. Belə. Sonra burada başqa nə var? Baxaq görək. Prosedurlardan sonra, konfliktlərin baş verməsi. Sinifdaxili konfliktlər baş verir sinifdə bəzən. Konfliktdəki mübahisələr davadalaşdı ki, uşaqlar arasında yəni qaçınılmaz bir hadisədir ki, bu olacaq. Sizin də siniflərinizdə olacaq. Bir də görəsiniz ki, atdılar bir-birinin başına nəysə. Dalaşdılar. Yəni normal olaraq, hələ siz ibtidai sinif müəllimisiniz. Sizdə daha çox olacaq. Ona görə də mütləq konfliktləri həll etmək üçün yolları bilməliyik. Təbii ki, bunlar yəni müasir dövrün, müasir insanlarla bağlı olan həll yollarıdır. İndi yenə öyrənirik, görək nələr var burada. Sinif iclasının keçirilməsi. Əgər şagirdlər arasında mübahisə yaranıbsa, biz sinif iclası keçirə bilərik. Sinif iclasını necə keçiririk? Şagirdləri yığırıq bir yerə, yəni bütün sinifi iclas keçirecək burada. Və bu zaman ilk növbədə şagirdlərin, həmin dalaşan şagirdlərin hər ikisinin öz tərəfindən fikir bildirməsinə şərait yaradırıq. Yəni, baxın, burada əsas məsələ nədir? Müəllimin necə olması? Necə? Nə? Qaraşın? Tərəfsiz. Bitərəf olması. Müəllimin bitərəf, tərəfsiz olması, bəli. Çünki sinif iclası zamanı müəllim tərəf saxlamamalıdır. Məsələn, sən düz dedin, sən yalan deyirsən, sən yaxşı uşaqsan, o yaxşı uşaqdır, o belə hərəkət eləməz, nə bilim, bu dəcəl uşaqdır, mütləq bu eləyibdir kimi yox. Bir tərəf olmalıdır ki, çünki ola bilər, nə olsun yaxşı uşaqdır, nə olsun ki, savadlı uşaqdır. Bəziləri altdan iş görürlər, məsələn. Buna görə də sinif iclasları zamanı müəllim bir tərəf olmalıdır. Hər iki şagirdin özünün fikir bildirməsinə şərait yaratmalıdır müəllim ki, öz tərəflərindən açıqlasınlar, niyə baş verdiyini, izah eləsinlər, niyə baş verib. Bəli, hansı səbəbdən olubdur? İkinci məsələdə, ikinci addımda müəllim şagirdləri dinlədikdən sonra bütün sinifə bir yönləndirə bilər sualı ki, siz nə düşünürsünüz uşaqlar? Bu problemi siz necə həll etməyi düşünürsünüz? Təbii ki, burada müəllim şərait yaratmamalıdır. Nəyə? Günahın kimdə olduğunu digərlərinin deməsinə. Yəni, bu onsuz da doğru deyil. Yəni, uşaqlar, günah kimdə idi sizcə? Siz gördünüz kim elədi səhvi? Bu tip yanaşmalar olmaz. Niyə olmaz? Bəli, baxın, tərəf də saxlaya bilərlər. Bir-birinə qarşı agressiyada yarana bilər. Məsələn, lap biri digərini satdı. Dedi ki, o eləyib. Sabah da gedib bunları sakitləşdirdim, onlar dalaşacaq. Deyəcək, niyə məni satdın? Bir davada orada çıxacaq.
Yox, pozitiv mühitdən danışırıq da biz. Normal sinifdən danışırıq. Aralarında bir nəsə mübahisə yaranıb. Çağırırıq hamını bir yerə, söhbət aparırıq onlarla ki, digər uşaqlar da burada şahid olsun, onlar da nəsə fikri bildirsin. Biz indi öz mühitimizdən danışmırıq da. Biz çəkib qırağa gərək qıraqdan onları başa salaq. Belə. Amma bizdə də niyə var? Elə insanlar var ki, elə uşaqlar, elə siniflər var ki, onlar yaxşıdır. Onlarla aparmaq olar məsələn. Onlar başa düşürlər. Hə. Belə, sinif iclası keçirə bilərik. Yazılı şəkildə ortaq dəyərlər yarada bilərik. Yazılı şəkildə ortaq dəyərlər də odur ki, yəni onların məsuliyyətləri haqqında müəyyən həm öz məsuliyyətləri, həm də ümumi sinif üzrə olan məsuliyyətlərini şagirdlərə xatırlada bilərik təbii ki. Şagirdlərə xatırladırıq, onlar yazırlar orada məsuliyyətlərini. Məsələn, mən yoldaşımla belə davranmalıyam, mənim haqqlarım budur, mənim yoldaşımın haqqları budur. Öz bir növ vəzifələrini orada qeyd edirlər və bu yazılı şəkildə saxlanılır həmin ortaq dəyərlər. Xüsusi müəllim strategiyaları var. Yəni bu da hər bir müəllimin öz xüsusi strategiyası ola bilər. Yəni mən konflikti başqa yolla da həll edə bilərəm. Mənim öz strategiyalarım da ola bilər. Belə, bunlardan istifadə edirik şagirdlərin arasındakı konfliktləri həll etmək üçün. Bir də burada yanaşmalar var. Müəllimin iki yanaşması burada əsasdır. Biri yaxşıdır, biri pis. Qabaqlayıcı tədbirlər var, bir də cavab tədbiri var. Proaktiv yanaşma, bir də reaktiv yanaşma var. Sizcə bunun hansı daha yaxşı yanaşmadır? Dəqiq. Reaktiv niyə olmasın? Bəli, baxın, reaktiv yanaşma anındaca reaksiya verməkdir. Misal üçün, sinifdə davranış pozuntusu oldu. Müəllim anındaca başlayır qışqırmağa, danlamağa, cəza tədbirləri görməyə, əlini stola döyəcləməyə və s. Bunlar cavab tədbir. Nizam-intizam planının tətbiqi zamanı baş verir. Yəni, bugün qayda pozuntusu olubsa, ani şəkildə reaksiya verir. Niyə ani şəkildə reaksiya verir? Çünki əvvəlcədən qayda, qanun müəyyənləşdirməyibdir, prosedurlar müəyyənləşdirməyibdir. Amma proaktiv yanaşma qabaqlayıcı tədbirlərdir. Mən əvvəlcədən nə etmişəm? Qaydalar müəyyənləşdirmişəm, prosedurlar qoymuşam. Bunlara da əməl edib etməyəndə nələr olacağını demişəm şagirdlərə. Əvvəlcədən hər şey hazırdır. Və nəticədə bugün qayda pozuntusu olanda mən artıq durub anındaca reaksiya bildirib şagirdləri cəzalandırmaq, onları danlamaq və s. kimi etməyəcəm. Bayaq dedim, sizə yollar. Misal üçün, qeyri-verbal reaksiya göstərmək, kartlardan istifadə etmək, hətta davranış pozuntusu göstərən şairin adını lövhəyə də yazmaq olar. Sakitcə, yəni keçirik buradan, bir dənə adını yazırıq. O öz adını görür orada. Biraz da belə hədə qorxu gəlir. Yəni, bunları göstəririk, şagird nə edir artıq? Bilir ki, söhbət ondan gedir. Bu və ya digər yollarla biz əvvəlcədən hazırladığımız qayda qanun əsasında sinif idarə edirik. Bir pozuntu yarananda da buna əsasən reaksiya göstəririk. Amma reaktiv yanaşmada olan müəllim cavab tədbiri görür. Oturur misal üçün deyir ki, bugündən sonra bu qaydaları qoyuram. Bundan sonra buna hamı əməl edəcək. Kim qaydaları pozsa cəzalanacaq. Bu artıq cavab tədbiridir, reaktiv yanaşmadır. Təbii ki, müəllim proaktiv yanaşmada olmalıdır. Əvvəlcədən qayda, prosedur gözləntilərini müəyyənləşdirmiş halda. Bir də buzqıran strategiyası var. Bunu da bilirsiniz nədir? Demişdim sizə. Nə idi buzqıran strategiyası? Bəli, şagirdlərin bir-birinə qarşı olan münasibətini tənzimləmək. Biz ilin əvvəlində müəyyənləşdiririk, müəyyən bir vaxt ayırırıq, yəni. Burada həm müəllim-şagird münasibəti, həm də şagird-şagird münasibəti öz əksini tapır. Yəni, şagirdlər bir-birini tanıyır və müəllim şagirdləri tanıyır. Şagirdlər bir-birinə özlərinin sevdikləri, sevmədikləri, xoşlarına gələn, gəlməyən, sonra onlara unikal olan xüsusiyyətləri, öz xarakterlərini və s. kimi yazırlar. Bir-birini tanımaq xarakteri daşıyır sadəcə. Yəni, pozitiv bir mühit yaradılır şagirdlər arasında. Bu da təbii ki, nəyi inkişaf etdirir şagirdlərdə? Üstünlükləri nədir? Uşaqlar bir-birini tanımış olur, bir-birinə inam yaranır, sərbəst bir mühit yaranır, fikirlərini bölüşə bilirlər, təhlükəsiz öyrənmə mühiti yaranır, gərginlik aradan qalxır, ünsiyyət bacarıqları uşaqların inkişaf edir, yəni kommunikasiya bacarıqları və utancaqlığı da aradan qaldırır.
Nəticədə sinifdə daha pozitiv və öyrənmək üçün yaxşı bir mühit yaranır. Və buzqıran strategiyası həm canlı, həm də distant dərslərdə istifadə oluna bilər. Həm canlı, həm distant dərslər zamanı. Müxtəlif strategiyaları var burada. Misal üçün deyir, sevdiyin aforizmi yaz. Hər bir şagird özünə uyğun olan bir 2-3 cümlə aforizm yazır. Sənin keçmişini, indini bildirən bir neçə dənə cümlə yaz. Bu şəkildə, yəni özü haqqında yazır hamısında və yaxud da sənə məxsus unikal xüsusiyyətini yaz. Şagird özü haqqında xüsusiyyətləri yazır və yoldaşları da onu tanıyır. Bilirlər ki, misal üçün mən əşyamın götürülməsini sevmirəm, misal üçün. Bu xüsusiyyəti biləndən sonra artıq digər yoldaşlar çalışacaqlar ki, onun əşyasını götürməsinlər. Və burada da artıq emosional idarə etmə, özünü idarə etmə formalaşacaq. Uşaqlar bir-birini tanıyacaqlar və özlərini idarə etməyi bacaracaqlar. Belə, bu mövzumuz bizim sinifin idarə olunması mexanizmləri və qaydalarıdır. Bunu öyrənəcəksiniz. Gəlin, baxaq bunun bir neçə dənə testinə. Bu nədir? Qeyd şərtlənmə. Otuz 6 nömrəli suala baxın. Deyir, sinifin effektiv idarə edilmə strategiyalarına aid deyil. Ola bilərdi. Niyə adını seçdiniz? Bir ictimai qınaqdan nəticə çıxarmaq məsələn aşağı danış. Digərsini olursun. Hə, deyir ictimai qınaqdan nəticə çıxarar. Təbii ki, bu qınaq söhbəti burada yanlışdır. Davranışını digər sinif yoldaşının yanında müzakirə edir. Bu pis davranışdan gedir söhbət. İctimai qınaq nəticəsində. Burada sinifdə şagird müəllim əməkdaşlığı təbii ki, olmalıdır. Özünü qiymətləndirmə olacaq. Çox çeşidli strategiyalar doğrudur. Prosedur, yüksək gözlənti və qaydalar yaradılır, şagirdlər öyrədilir. Cavab, bəli, D bəndi. Aşağıdakı hallardan hansında sinif prosedurları tərtib edilmir? B'di yoxsa Y'di? B'di. Niyə Y'di? Aha, bəli, baxın, şagirdlərin əlavə materiala ehtiyacı olarkən proseduru var. Yəni, əlavə materiala ehtiyacı varsa, yenə bayaq kimi müəllimi çağırmamalıdır. Orada müəyyən əməlini qaldıra bilər, gözləyə bilər və s. Amma sinifdə münaqişə baş verəndə prosedur tərtib eləmək yox, münaqişəni həll eləmək üçün bayaq dediyimiz kimi yollardan istifadə eləmək lazımdır. Orada prosedurun ehtiyacı yoxdur. Deməli, prosedur yoxdur ki, qayda yoxdur ki, münaqişə baş verib. Və ya olsa belə pozulubdursa artıq biz orada onu həll etməyə çalışmalıyıq. Ona görə bəli, E bəndi olacaq. 28. B. Bəli, əgər gözləntilərə əməl olunmursa, bu qaydaya çevrilməlidir. Dərsə hazırlıq gəlin qaydası qoymaq lazımdır artıq. Eyni şeydir. Hansı fikirlər doğrudur 19-da?
Hı. Niyə 3-dən 4-ü seçirsiniz? Çünki bilirəm ki, səhvdir. Gözəl. 22-də bəs